Salamlar, mən Doktor Ramil Hacıyev. Sizə bugün aritmi nədir, niyə təhlükəlidir? Qısaca bunlardan bəhs etmək istəyirəm. Aritmiyalar ürəyin elektrik sisteminin pozulmasıdır. Özəlliklə təkrarlayan çarpıntı, baş gicəllənmə, bayılma, qəfil ölüm riskinə qədər gedə bilən hallara səbəb ola bilir. Xüsusilə gənc xəstələrdə həyat keyfiyyətini də ciddi şəkildə pozduğunu bilirik. Aritmiyalar müalicəsində həm dərman vasitələri, eyni zamanda daha invaziv olan ablasiya, yəni yandırılaraq və dondurularaq müalicə üsulları vardır. Dərman vasitəsilə müalicə bəzən effekt vermir və bəzən də xəstələr özləri, xüsusilə gənclər 20-30 il dərman vasitələri qəbul etmək istəmirlər. Bu zaman ocağın tapılaraq yandırılması metodu dediyimiz ablasiyalar devrəyə girir. Ablasiyalar nədir? Aritmiyaya səbəb olan anormal elektrik fokusunun kateter ilə xəritələnməsi və bu kateter ilə xəritələndikdən sonra o ocağın tapılaraq oraya enerji verilərək yandırılması və ya dondurulması prosedurasıdır. Bu müalicə üsulu dərmansız uzun müddətli müalicə imkanı verir. Xüsusilə mədəcik üstü taxikardiyalarda başarı 90-95%-ə qədərdir.